Lərdən sonra nə görürəm? İsim. Diqqətli qulaq asın, Sadiq. Deməli, cümlədə əvvəla onu deyək də, cümlədə nə var? Deməli, bir cümlədə iki inkar olmaz. B variantı getdi, D variantı getdi. İnkar üstə gəl, sam gəlməz, getdi. İndi nöqtədən sonra da water, su gəlibdi. Törəmə üstə gəl, isim olmaz. Qaldı cavabım C variantı. Samı törəmələrin içində versək çıxırdı, həmən. Törəmədən sonra isim olmaz deyəndə samı çıxırdı. Something-i çıxırsan da E variantı. Nöqtələrdən sonra shops gəlibdi, isim. Törəmə üstə gəl, isim olmaz. Acıdı, getdi. İnkar üstə gəl, sam olmaz. Bəli. O zaman da bəzi mənasını verəcəkdir. Sam üstə gəl, inkar bəzi mənasını verəcək. Aha, nöqtədən sonra nə gəlibdi? İsim gəlib. Törəmə üstə gəl, isim olmaz. İnkar üstə sam olmaz, qaldı. Bəli, acıdı variantı getdi. İnkar üstə gəl, sam olmaz. Qaldı cavabım B variantı. Nöqtədən sonra nə gəlibdi? Qoyuşun isimdir. Törəmədən sonra isim olmaz. Bu E çıxdı. Aha. Qaldı bunların arasında. Diqqətli olun. 3 dənə söz demişdik. Dedik ki, if, hardly, without. If, hardly, without. Bunlarla en işlənəcəkdir. D variantı. If, hardly, without. Bunlardan sonra en işlənəcək. Və demişdik ki, cümlə eni və eninin törəmələri ilə başlamaz. If, hardly, without. Bunlarla en işlənəcək. İndi gəldim 93-ə. Nöqtələrdən sonra nə gəlibdi? İsim. Törəmə üstə gəl, isim olmaz. B gedir, E gedir. İnkar üstə gəl, sam olmaz. D gedir. İnkar üstə gəl, inkar. İkinci bir inkar olmaz. A gedir, qaldı cavabım C variantı. Cümlə nədədir? Bir cümlədə iki inkar olmaz. A gedir, D gedir. Eləmə Sadiq. İnkar üstə gəl, sam olmaz. B gedir. Nöqtədən sonra nə gəlibdi? Söz önü gəlib. İsim yoxdur. Eni gedir. Qalır cavabım E variantı. Uşaqlar, dedik ki, sam və eni isimsiz hansı halda işlənə bilər? Əgər... Ay, sağ ol. Bəli, birinci cümlədə ismin adı çəkilərsə. İndi gəldik 95-ə. Cümlə nədədir? İnkardadır. İnkar üstə gəl, sam olmaz. Bir cümlədə iki inkar olmaz. Və baxıram ki, playing oynayan deyir. Oynayan, isim yoxdur. E variantı da getdi. Qalır D variantı. Çöldə deyir, oynayan heç kim yoxdur. Çünki isim yoxdur axı. Enidən sonra isim gəlməlidir. O halda gəlməz ki, birinci cümlə olsun, birinci cümlədə ismin adı çəkilsin. Cümlə inkardadır. İnkar üstə gəl, no olmaz. B getdi, D getdi. İnkar üstə gəl, sam olmaz. Nöqtədən sonra da isim gəlməyibdir. Eni getdi, qaldı cavabım A variantı. Sonra, dedik, sual cümləsidir. Deməli, sual cümləsində nə işlədəcəm? Eni və eninin törəməsini. A gedir, B gedir. Nöqtədən sonra söz önü gəlibdir. Every mütləq isimlə işlənməlidir. Yadda saxlayın uşaqlar, every mütləq isimlə işlənməlidir. Amma iç isimsiz işlənə bilər. C və E variantı qaldı. Nöqtələrdən sonra da in söz önü gəlib. İsim yoxdur. E variantı getdi. Qaldı cavabım C variantı. 98-də nöqtələrdən sonra questions gəlibdir, isimdir. Bəli, törəmə üstə gəl, isim olmaz. Bir cümlədə iki inkar olmaz. Qalır cavabım A variantı. Nöqtələrdən sonra news gəlibdir, törəmə üstə gəl, isim olmaz. Aha, baxın görün. Xeyr. Notdan sonra eni gələr, nodan sonra eni gəlməz. Qalır cavabım A variantı. Orada isim gördüm, dedim indi en verib, soy isim. Yox. Diqqətli olun, no verib, baxın, notdan sonra eni gələr, nodan sonra gəlməz. Nöqtədən sonra isim gəl, törəmə üstə gəl, isim olmaz. Aha. Nodan sonra da en olmaz. Bəli. Notdan sonra eni olar. Sadiq. 701-də nöqtələrdən sonra nə gəlib? İsim gəlib. Törəmə üstə gəl, isim olmaz. İnkar üstə gəl, inkar olmaz. Qaldı A variantı. 702-də nöqtələrdən sonra nə gəlibdir? Törəmə üstə gəl, isim olmaz. Adı, C gəl. Qaldı B variantı. Aha, nöqtədən sonra nə gəlibdir? Törəmə üstə gəl, of olmaz. İnkar üstə gəl, sam olmaz. Aha, inkar üstə... Yox.
Bu ilə eni çıxdı. Bir cümlədə Aha. təkrar olmaz. D çıxdı. D çıxdı. İnkar söz sam Sam olmaz. olmaz, qaldı cavabım C variantı. Durun gedək deyir. 704-ü də deyim elə gedin. Nöqtələrdən sonra of gəlib. Törəmə üstəgəl, B getdi, E getdi, of gəl. C getdi. İnkar üstəgəl, sam olmaz, qaldı cavabım D variantı.